Salam müəllimlər, axşamınız xeyir olsun. Mən təlimçi Əmraslanova Cəmalə. Bugün sizinlə texnologiya fənni üzrə 6-cı sinifin 1-ci mövzusu haqqında danışacağam. Deməli müəllimlər, 1-ci mövzumuz məktəbdə ünsiyyət və davranış mədəniyyətidir. Burada əlbəttə ki, hər bir belə deyim də şagird bu qaydalara mütləq şəkildə əməl etməlidir. Bu qaydaları mütləq şəkildə nəzərdən keçirtməlidir. Baxın, məktəbdə ünsiyyət və davranış mədəniyyəti nədən ibarətdir? Əlbəttə şagird mütləq ümumi davranış qaydalarına, dərs zamanı, tənəffüsdə və yaxud da ki, şagirdlərə nələr qadağandır, ondan sonra sinif üzrə növbətçinin vəzifəsi nədir, şagirdlərin yeməkxanada davranış qaydalarına mütləq şəkildə əməl etməlidir. İndi gəlin bunlara baxaq və müəllimlər hər birinə aid olan məlumatları dənə-dənə bilin ki, yəni qarışdırmayın. Orada ümumi davranış qaydalarına aid olan hər hansı bir sual verən zaman gətirib ora deməli tənəffüsdə davranış qaydalarından hər hansı bir nümunə salsa, qarışıq şəkildə bir test versə, siz onları aydın şəkildə özünüz öyrənməlisiniz ki, açıqlaması ilə hər bir şeyi özünə məxsus olan davranış qaydaları bilməlisiniz ki, rahat şəkildə orada seçim edib düzgün versiyanı tapa biləsiniz. İndi gəlin ümumi davranış qaydalarına baxaq. Ümumi davranış qaydalarımız nədir? Əlbəttə ki, bu məktəbdə bütün şagirdlərə aid olan davranış olmalıdır ki, bu davranış qaydalarına hər bir şagird əməl etməlidir. Hansı ki, mütləq şagird məktəbə təmiz, səliqəli, məktəbli geyimində getməlidir. Dərs başlamamışdan öncə, yəni dərsin başlamasına 15-20 dəqiqə qalmış məktəbdə olmalıdır və həmin deməli zaman lazımi dərs vəsaitlərini hazırlamalı və öz iş yerini tutmalıdır. Dərs zamanı müəllim icazə vermədən məktəb və məktəb ərazisini tərk etməməlidir və dərsdə iştirak etmədiyi halda mütləq şəkildə sinif rəhbərinə tibbi arayış və yaxud da ki, valideynlərin yazdığı və yaxud da ki, valideyni əvəz edən şəxsin yazdığı bir izahat olmalıdır və üzürlü səbəb olmadan da dərs buraxmamalıdır. Şagird özündən böyüklərə hörmətlə, kiçiklərə qayğı ilə yanaşmalıdır və məktəbdə və məktəbdən kənarda özünü mədəni və nəzakətli aparmalıdır. Bu, ümumi şəkildə məktəbin bütün şagirdlərinə aiddir. İndi dərs zamanı davranış qaydaları hansılardır və bu da bütün məktəbdə oxuyan şagirdlərin dərs zamanı özünü normal apara bilmək üçün davranış qaydalarıdır ki, hansı ki bunlar da müəllim sinifə daxil olan zaman neynəməlidir şagirdlər? Əlbəttə ki, şagirdlərlə müəllim salamlaşmalıdır və bu zaman şagirdlər müəllimlə salamlaşmaqdan ötürü ayağa qalxmalıdır və müəllim onlarla salamlaşdıqdan sonra oturmağa icazə verdikdən sonra oturmalıdırlar. Eyni qayda ilə şagirdlər dərs zamanı sinifə daxil olan digər böyükləri də mütləq ayağa qalxaraq salamlamalıdırlar. Dərs zamanı səs salmaq, kənar işlərlə məşğul olmaq, dərsdən yayınmaq və həmçinin özü yayına da digər dostlarını bu işə cəlb etmək olmaz. Əgər dərs zamanı şagird sinifdən çıxmaq istəyirsə, mütləq müəllimdən icazə almalıdır. Yəni, bunu icazəsiz edə bilməz. Əgər şagird müəllimə sual vermək və yaxud da ki, müəllimin sualına cavab vermək istəyirsə, mütləq əlini qaldırmalıdır. Hər bir dərsin keçirildiyi kabinetdə şagird öz iş yerini, təmizliyini, səliqəliyini nəzarət etməlidir və cavabdeh olmalıdır. Və şagird dərs zamanı müəllimin tələblərini mütləq şəkildə yerinə yetirməyə çalışmalıdır. Və şagird yüksək və aydın səslə cavab verməlidir. Çalınan zəng müəllim üçündür. Əgər müəllim zəng çalınarkən dərsin bitməsini elan edirsə, elan etdikdən sonra şagirdlər sinifdən çıxa bilərlər və müəllim sinifdən çıxan zaman mütləq şagirdlər ayağa qalxmalıdır. Tənəffüsdə davranış qaydaları, hansı ki, tənəffüs olan zaman şagird öz iş yerini səliqəyə salmalı, məktəb daxili intizam qaydalarına riayət etməli, tənəffüs zamanı müəllimi və məktəb işçilərini görən zaman mütləq onların tələblərini yerinə yetirməlidir və onları görən zaman salamlaşmalıdır, onlara yol verməlidir və tənəffüs zamanı digər mərtəbələrə çıxmamalı, yalnız öz mərtəbəsində olmalıdır. Pilləkəndə, dəhlizdə yalnız sağ tərəfdən hərəkət etməlidir. Bəs şagirdə nə qadağandır? Dərsdən kənar məktəbdə gəzmək şagirdə qadağandır. Üst geyimində gəzmək, pilləkənlərdə, pəncərələrin yaxınlığında, oyun üçün nəzərdə tutulmayan yerlərdə qaçmaq olmaz. Bir-birini itələmək, bir-birinə nəyisə atmaq, fiziki güc tətbiq etmək, etik davranışa ziddi ifadələr işlətmək, səs salmaq, dərsin gedişinə mane olmaq. Bunlar şagirdə qadağandır. Sinif üzrə növbətçinin vəzifəsi nədir? Mütləq
tənəffüs zamanı otaqda olmalıdır. Sinifin səliqəli olmasını nəzarət etməli, sinifi növbəti dərsə hazırlamalı, dərs qurtardıqdan sonra yenə sinifin təmizliyini təmin etməlidir. Bu 4 xüsusiyyətdir. Şagirdin yeməkxanada davranış qaydaları. Mütləq nə etmək lazımdır? Burada elə yemək sözü keçir. Bunu asan şəkildə tapa bilərsiniz. Mütləq yemək zamanı ədəb qaydalarına riayət etməlidir. Yeməkxananın işçilərinə hörmətlə yanaşmalı. Yemək zamanı qonşu masalarda oturanları narahat etməməli. Yüksək səslə danışmamalı. Sonra masanı yığışdırmalı, stulları yerinə qoymalı. Məktəbin deməli yeməkxanasının əmlakinə qayğı ilə yanaşmalı və üst geyində daxil olmamalıdır. Və müəllimlər, deməli, məktəbdə ünsiyyət üçün şagirdlər bir neçə məsləhətləri bilməlidir ki, mütləq şagird sinif yoldaşları ilə münasibətdə nəzakətli olmalıdır. Əgər qarşıda gedənin kitabı və yaxud qələmi, çantası, hər hansı bir əşyası yerə düşürsə, mütləq götürməyə kömək etməlidir. Ciddi və eyni zamanda səmimi olmalı. Sinif yoldaşları ilə kobud, sərt sözlər işlətməməlidir. Müraciət edən zaman zəhmət olmasa, çox sağ ol kimi deməli sözlərdən istifadə etməlidir. Kömək edənə təşəkkür bildirməli. Səliqəli, çalışqan, tərbiyəli insan nümunəsi olmalıdır. Və sinifdəki şagirdlər əgər bizim yoldaşımızdırsa, deməli mütləq biz onlarla deməli yola getməyi bacarmalıyıq. Əgər həmin uşaqlar, həmin şagirdlər sizi yaxşı başa düşürsə, o sizin dostunuz hesab edilir. Və dostumuz əgər nəsə bir pis hərəkət edərsə, mütləq onu bu əməldən çəkindirməyə və onun səhv etdiyini ona izah etməyə çalışmalıyıq. Burada deməli hər bir şagird ədalətli və səbirli olmalıdır. Ədalətli olmaq nədir? Mütləq hər hansı bir hərəkəti etməmişdən öncə o hərəkəti götür-qoy etməlidir. Lazım gələrsə günahını etiraf etməyi bacarmalıdır. Hamıya dürüst, ədalətli insan nümunəsi olmalıdır. Təsadüfən etdiyimiz hər hansı bir doğru olmayan hərəkətə görə üzr istəməyi bacarmalıdır. Və ancaq ədalətsiz insan öz səhvlərini etiraf etməkdən və üzr istəməkdən çəkinir. Səbirli olmaq nədir? Mütləq deməli ətrafdakıların davranışında nəsə xoşa gəlmirsə, hirslənməməli, qışqırmamalı, dava etməməli və ağlamamalıdır. Bir damcı, bir anlıq dayanmalıdır və fikirləşməlidir. Bəlkə mən özüm nə isə düzgün etmirəm. Və bu fikirdən sonra artıq əvvəlcə fikirləşib daha sonra hərəkət etməyə çalışmalıdır. Mövzumuz çox asan, çox sadə mövzulardan biridir. Yəni sadəcə burada nədir? Sadəcə, yəni hər başlığın özünə aid olan xüsusiyyəti bilmək lazımdır ki, dənə-dənə, yenə deyirəm, qarışıq şəkildə verilən zaman siz oradan sizə verilən deməli doğru versiyanı rahat şəkildə çəkib çıxarda biləsiniz. Mövzumuz bu qədər. Baxın müəllimlər, MİQ və sertifikasiya imtahanına hazırlaşmaq istəyib, ixtisas üzrə yüksək nəticə əldə etmək istəyən hər bir müəllim mənimlə əlaqə saxlaya bilər. Deməli, YouTube kanalımızın şərh bölməsində mənimlə belə deyim də əlaqə yaratmaq üçün öz orada qeydini bildirə bilər, öz fikrini bildirə bilər. Biz yəni artıq dərslərimizə başlamışıq və ixtisas üzrə yüksək nəticəyə tam-tamına zəmanət verirəm. Bu qədər uğurlar hər kəsə. İnşallah ki, bəyənib şərh bildirməyi unutmarsınız.